Oyun oynamıram. Mecbur oyun oynayanları da sevmirəm. Onlar üçün böyük planlar hazırlayıram. Sizcə? Nasıl? Sen çok sanırım. Hanım. Hiç bu evi yok. Gene de bilir. İstersin. Bak bak. Надо что? Tabii ki. Teşekkür ederim. Tabii ki. İşin yapmıyor. Yeni vazife. Bilirsiniz adımı soyadımı. Mehmet olur. Sevgili Seyfullayeva. Əhsəniz. Qabriyan vəzifəsindən davam edirəm. Həyatım çəkir statuslarıyla həyatlaşmağa. Təbii ki, işləyib pul qazanmaq lazım işin. Balacası, böyüyü yoxdur. Sağ ol, sağ ol. Yani, tabii ki bu ben sağ ol. 009-1996 Sevgili Seyfullah ve Əhsən qızı. Deməli dostlar, saçımı bilirsiniz o heç. Dənizlidə mən bir dəfə öldüm, yox 2-3 dəfə öldüm. Amma bu hal söhbətim dənizdə olub, nə olub, yəni bilmirəm. Yatıb ayılmışam elə, yəni ölüb dirilmişəm. Yatmışam, ölmüşəm, sonra dirilmir, bir şeylər yaşamışam. Və sən məndən nə istəyirsən? Sizlər məndən nə istəyirsiniz? Siz mənim həyatımın, yəni pis gündə olmağını niyə istəyirsiniz? Mən səbəbini bilmirəm. Yani böyle, ya bunun için ne olabilir sebep? Siz bilirsiniz, sual. Tak dostlar, bir dənə şey başa salacağım. 0109-1996 il təvəllüdlü Sevgili Seyfullah və Əhsən qızıdır. Представляем вот belə в коробке. Они вот так сделают. Вот так и нальют вот, инк в коробке. Но остальные... Вот Nevу есть, Nevу. Вот, между прочим, они может сделать, eline götürsün Nevanın. Sonra вот ola bilər ki, hansı ki вот belə şeylərlə eləyirlər. Gözlərimizin üstünü belə dəyişdirirlər. Səhnə çevirirlər. Kadr çevirirlər. Və bu həyatda mən dünyaya göz açmışam. Mayqovazımda ümum dünya vətəndaşıyam, yazılır. Belə də Azərbaycan Respublikasının vətəndaşıyam. Nənəmin də Rus olduğunu bilirsiniz. Amma mən bu həyatda belə şeylərlə uğraşmağa doğulmamışam. Bir kəlmə ilə. Dostlar, 009-1996 Sevgili Seyfullah və Əhsən. Bunları sizinlə danışıram. Azərbaycan vətəndaşıyam deyə deyirəm ki, Azərbaycana qayıdıram. Baxın, təsəvvür 5 il hansı ölkədə qalıram? Qısa statumu da göstərirəm. Hansı ölkədə qalıram? Və təbii ki, öz ölkəmizdə qalanda bir 10 ilə yaxın tək yaşadım. Öz ölkəmizdə yaşaya hər yerdə oturdum, hər yerə getdim. Çatan kimi biz insanları adını soyadını biz haqqında qəlbi şeylər danışmağa başladılar. Və mən bu şeyləri şəxs subyektivimə sığışdıra bilmirəm. Olmaz. Gedib kimlərləsə oturub, haradasa oturub, nə bilim, o stolda kimsə olub. Qardaş, mən çıxmışam, hansısa kimsə girib insanların pasport kontrol edib və yoxlayıb. Bu это не моя проблема. Из Москвы, из Türkiye.
ili Gürcüstan, Dubai, çox ölkələrdə olmuşam. Ya mən nə bilim orada kimlər var. Yəni bu şeylərə görə mən günahlandıra bilməzlər. Ha, daha dəqiq, dərin olmağına görə də kimlərlə oturmuşam, hamısının videosunu çəkmişəm, sosial şəbəkəmdə paylaşmışam. Çünki elə qızlar var, tanış ediblər, elə oğlanlar var, üzr istəyirəm, tanış ediblər. Prosta mənə deyiblər ki, yəni bunlar oturuşmuş kütlədirlər də artıq necə? Evləniblər. Yəni biri kimləsələ gedib boşanır, biri belə eləyib. Yəni əks təqdirdə nə olur, nə olmaz. Ola bilər ki, Türkiyənin özündə elə olar ki, bir kürdlə oturturarlar məni. Qızamdır, padurqam deyir ki, getdik. Oturaq, açıq danışam sizlə. Yəni bir dostumdur. Gedək oturaq bunlardan. Onların da ziddləri var da. Mən də indi özüm üçün tək yaşayıram. Yəni problem olmasın. İl bizim ölkəyə görə problem olmasın. Belə bir şeylər var. Yəni bu şeylərə görə həm məsuliyyət daşıyıram, amma daşımadığım yox. Bilmədiyim təqdirdə də. O biri mənə deyir ki, belədir. Biri də deyir ki, başqa birisi, onu da tanıdığı. Deyir, narahat olmadı, yəni bu qızdan narahat olma. Bu evlənib, özü üçün isə danışır. Yəni bunu da ələ veriblər. Belə bir şeylər, yəni bu şeyləri danışmalıyam mən. Çünki bilirsiniz ki, mən də international yaşayan qızam. Uşaqlığımdan Azərbaycan təmsil elə, Türkiyədə təmsil elə, Ankara'da təmsil elə, nə bilim, yarışlara qatıl, onu elə medallar al və s. və ilaxır. Mən bugün 30 yaşım olacaq, 29 yaşım olacaq. Bu şeyləri danışma məcburiyyətində. Zəmt olunsa hüquqlarımızı tapdalamayaq. Öpürəm sizi. Tabii ki 009 Sevgili Seyfullah ve Eslen Nisa. Fark geçirem. Ama burada. Tabii ki eczacı qız rolundayım dostlar. Girirlər aktiyaya kadar yorulmayasın olacaq. Sağ ol Ayərsən, yaxşıyam. Sən necəsən? Sağ ol Ayərsən, yaxşıyam. Sən necəsən? Çok şükür yaşayan ameliyattan Uğur Bey'e tekrar şeker demiştim axı. Demiştim o kadar narahat edim. Demiştim axı o kadar narahat edim. Ama indi biraz canım sıxılıb. Atam yenə yıxılıb. Ay aman. Ay aman. Yaqub ev necədir? Yox. Demiştim axı. Demiştim axı o kadar narahat edim. Demiştim axı, o qədər narahat edir. Ay aman, görürsün. Yaqub mən necədir? Şükür sınıq çıxıb yoxdur, sadəcə belə ağrıyır, biraz ağrı keçi almaq istədim. Həkimə aparmışsınız. Aparmışlıq deyincə çörə az çıx deyib. Elə şey var, sağlamlıq zarafat deyil. İndi belə resepsiz dərman vermək olmur, amma həyli bir maiz verin, sürsün. Keçməsə gəl, reseptlə verərəm, gelib alarsınız yazılanları, keçməsə gəl, reseptdə yazılanları verərəm. İndi belə reseptsiz dərman vermək olmur. İndi belə reseptsiz dərman vermək olmur. Keçməsə gəl, reseptlə dərmanları, reseptdə olan dərmanları verərəm, gedib alarsınız. Yaxşı. Bəlkə sənin sözünü eşit, yaxşı. Yaxşı, mən də deyərəm. Neçədir? 15 manat. Buradan bir də keçirəm ki, dəmrozunu oxuyur, əvram ələ. Yorulmayasın, sən necəsən? Yox, əczayə. Sağ olayasın, yaxşı, sən necəsən? Yaxşıyamı deyir. Çox şükür. Yorulmayasın, sən necəsən? Demişdim, o qədər narahat edin. Demişdim axı, o qədər narahat edin. Əməliyyatdan sonra benim xeyli düzəlib, vallahi çox sağ olun, məsəl görün həkimi. Amma indi biraz canım sıxılıb, atam yeni yıxayım. Söv, bildimlər. Həsən səması gedir. Bir də başdan alıram. Sağ ol. Oy, sağ ol Həsən. Sən necəsən? Hər şey belə. Demişdim, Uğur və peşə gələk kimi demişdim axı. Demişdim axı, o qədər narahat edin. Amma biraz canım sıxılıb, atam yeni yıxılıb falan. Ay aman, ay aman. Yaqub əmi necədir? Şükür sınıqçılığı yoxdur. Həkimə aparmışsınız. Aparmışlıq deyincə şükür. Elə şey varsa, onun zarafat deyil. Elə şey var. Çox özür istəyirəm, devam edirəm. Elə şey var. Sağlamlıq zarafat deyil. Bir resepsiz dərman vermək olmur. Amma sən gel bunları apar. Hələlik maiz verim, sürsün. Keçməsə gəl. Reseptlə nəsə verərəm, işimi görər. Yaxşı.
Atamı görsən sən də biraz belki söz eşitdim. Yaxşı. Deyərəm. Əzdəki mağazı uşaqdan üstünə qoyur. Neçədir? 15 manat ayəsən. 15 manat. Bir də başına keçirəm. Məsəl. Öyle de garson işləmirdim. İşləyirdim, elə yox. Ev garsonu tapa bilmirdim. Biraz qabaq işləyirdim. Getim Minirex istəyərəksə məşğul olmuşam illərdən 10 il falan. Minirex bir dənə geçən Mirzəyə oynadım. Puldu da yenə. Koydum cebimə bir danışamsa yayın qutaracağı falan böyle bir şey. Uşaq vaxtlarında o keçalları zadı görmüşdülər. İndi bunlar saçlar qayıdıb deyirlər ki, biz sizə kömək eləyərik falan. Biz daha rahat gedərik belə, elə. Deməli, çox sanmışlar. Oynan olsaram elə ki, mənim saçım zaten keçalar edeyim bilirsiniz. Bu da bir gələcək gedişatdır. Özümdə qara saçım da olub falan. Uşaq vaxtlarında o keçalları zadı görmüşdülər. İndi bunlar saçlar qayıdıb deyirlər ki, biz sizə kömək eləyərik falan. Biz daha rahat gedərik belə, elə. Deməli, çox sanmışlar. Oynan olsaram elə ki, mənim saçım zaten keçalar edeyim bilirsiniz. Bu da bir gələcək gedişatdır. Özümdə qara saçım da olub falan.